Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. Hər birinizi yeni bir həftə sonu vlogundan salamlayıram. Bugün uşaqlar evdə olduğu üçün onlarla birlikte bugün yolkamızı qurduq. Bizim yolkamız biraz arıq olduğu üçün budaqlarını düzəldib forma verirəm ki, biraz həcmli görsənsin. Üzərindən isə ışıq əlavə edəcəm. Işıq üçün bu cür görmüş olduğunuz girlyandalardan istifadə edirəm. Bunlar daşla işləyir. Hər birinin içərisinə 3 ədəd daş gedir. Digər ikisində çox təəssüf ki, daş olmadığı üçün necə işıqlılığını göstərə bilmirəm. Ancaq qaranlıqda çox gözəl parlaqlıq verir yolkaya və gecə olarkən də cərəyandan ayırmağa ehtiyac qalmır, söndürməyə ehtiyac qalmır və yolka ilə bir bütövlükdə çox gözəl bir görüntü əldə etmək olur bu cür işıqlarla. Yolkam daha da parlaq görsənsin deyə ışıqların üzərindən bir qat daha hər kəsin evində olan bu elektriklə işləyən ışıqları da əlavə edirəm ki, yolkam daha da parlaq görsənsin. Bu arada ən çox vaxtımı aparan nazik ışıqları yolkanın budaqlarına dolamaqdır. Çox nazik olduğu üçün biraz səbirlə işləmək lazımdır və bu da çox vaxt aparır. Işıqlardan sonra isə keçirəm yolka oyuncaqlarına. Mən yolka oyuncaqlarının hərəsinin özünün bir xatirəsi olduğuna inanıram. Hansı ki onları aldığımız zaman keçirdiyimiz hisslər, həmən günü yaşadığımız hadisələr hər biri xatirə olaraq o oyuncaqlarda qalır. Elə həmən bu oyuncaq kimi 1-ci sinifdə oxuyan zaman bu oyuncaq oğluma hədiyyə olaraq verilmişdi və onu aldığı zamanki sevinç, həyəcan hələ də oyuncağın üzərində bir xatirə olaraq qalıb. Ve yolkamız artık hazırdır. Yerə dökülən qırıntıları da pilsos yardımıyla təmizləyirəm və dekorativ məqsədlə hazırladığım hədiyyə paketlərini də yolkamın altına yerləşdirirəm. Və mən artıq keçirəm mətbəxə. Mətbəxdə də payız dekorlarımı yığışdırdıqdan sonra istəyirəm ki, burada da biraz yeni il havası yaradım və yeni il dekorlarımı əlavə edim. I've already left town. A few cities in between the new skyline where I'm looking down. A few empties on the floor and a note on the door of your house. And this silence reminds me of what's left behind me for now. There's a broken down car parked outside the barn up the road, and a weather vane hanging all crooked from. Əslində bugün planımda yeni il peçenyeləri hazırlamaq da var idi, ancaq vaxtım olmadı. Ona görə bankanın içərisinə sadəcə konfetlər əlavə edə bildim. Rəfə isə duz qabını, sarımsaq qabını və yeni aldığım işıqlı evi də yerləşdirdim. Payızda istifadə etdiyim qabları və dekor üçün istifadə etdiyim əşyaların hər birini bu cür korobkanın içərisinə yığıb gələn payıza qədər göndərirəm dincəlməyə. Korobkanın üzərində korobkanın içində nə olduğunu qeyd edirəm və o şəkildə saxlayıram. Belə olduğu zaman çox asan olur. Axtardığım hər bir məhsulu tapa bilirəm. Payız üçün fincanlarımı isə sadəcə mətbəx rəfində saxlayıram. I'm a half mile past where we ran out of gas years ago. So I'm taking my time and I'm gonna drive by it once more. But you'll see there's a new life waiting, and I just don't want this feeling to go. Belə artıq yeni ilə hazırdır mənim mətbəxim. İndi isə istəyirəm ki, fincanlarımı çıxardım
Fincanlarımdan birincisi bu şəkildədir. Rəfiqəm keçən il yeni ildə hədiyyə etmişdi mənim üçün. Bu fincan isə 2 tərəfli şüşədən ibarətdir və içərisində çox gözəl sərlər var. Bu 2 fincanı isə keçən videomda, alışveriş videomda göstərmişdim. Birini Magnet Kosmetikdən, digərini isə Fix Price'dan əldə etmişəm. Evimizi yeni ilə hazırladığıma görə indi isə istəyirəm ki, evimizə yaraşacaq gözəl bir piroq da hazırlayım. Bunun üçün artıq uşaqların yeməkdən imtina etdikləri bir neçə banka meyvə püresi qalmışdı evdə. İstəyirəm ki, onları dəyərləndirim, hələ ki vaxtı keçməmişkən. Xəmiri hazırlamaqla başlayıram. Bunun üçün 50 ml soyuq suyun üzərinə 1 ədəd yumurta əlavə edib, qarışdırıb kənarda gözlədirəm. $350 qram ələnmiş undan istifadə edirəm. Üzərinə yarım çay qaşığı duz da əlavə etmişəm. Soyuducudan çıxartdığım soyuq halda olan kərə yağını una bulayıb, bu cür rəndədən keçirdirəm və unla birlikdə qarışdıraraq umaç halına gətirirəm. Siz bu prosesi xırdalacıda da eləyə bilərsiniz. Düşünürəm ki, o şəkildə daha təmiz və daha tez bir şəkildə başa gələcək. Hazır olan umacın üzərinə əvvəlcədən hazırladığım yumurta və su qarışımını əlavə edib yumuşaq bir xəmir hazırlayıram. Hazırladığım xəmirin üzərini örtüb soyuducuda ən az yarım saat dinlənməyə qoyuram. Və keçirəm içliyi hazırlamağa. İçlik üçün 4 ədəd alma və ərik qarışığı olan pürədən istifadə edirəm. Üzərinə yarım stəkan şəkər tozu, 1 dolu xörək qaşığı nişasta əlavə edib ocağa yerləşdirirəm və qatlaşana qədər qarışdıra bişirirəm. Əgər içlik istədiyiniz qatılıqda olmasa, 1 çay qaşığı qarğıdalı nişastasını 30 ml suyun içərisində həll edərək qarışıma əlavə edin. Qarışdıra 1-2 dəqiqə daha bişirin. Çox qatı eləməməyə fikir verin, çünki soyuduqdan sonra içlik özü də qatılaşır. İçliyi mütləq soyuq halda istifadə etmək lazımdır. İçliyimiz soyuduqdan sonra xəmiri soyuducudan çıxardıb, lazım olan diametrə qədər axlov yardımı ilə açmağa başlayarıq. İstədiyim ölçüyə qədər yaydıqdan sonra formaya əlavə edirəm və kənarlarını düzəldərək artıq qalan hissələrini kəsib çıxardıram. Kənar hissələrindən çıxan xəmirləri atmırıq, onları da istifadə edəcəyik piroqun üzərinə örtmək üçün. Don't forget about the moments we tried, we cried, and we laughed. There's a good chance our paths will eventually meet up somehow. Just know I had good reason to go if you're reading this now. Out replaying this scene where we share the same space, the same beautiful place in my dreams. Piroqun üzərini istədiyimiz kimi bəzədikdən sonra üzərinə yumurta sarısı əlavə edib 180 dərəcə əvvəlcədən isidilmiş sobada üzəri qızarana qədər təxminən 30-35 dəqiqə bişiririk. Hazır olduqdan sonra soymasını gözləyib zövqə görə üzərini şəkər kirşanı ilə bəzəyirik. İstəyə görə yanında marojna ilə də servis edə bilərsiniz. Ümid edirəm ki, bəyənərək izləyəcəyiniz bir video olar. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.
destek olmak için kanalıma abone olup videolarımı beğenmeyi unutmayın.